Bugün hörmətli prezident, Türkiyənin prezidenti Tayyip Erdoğan belə demək olar ki, hər bir çıxışında elə deyir, İsrail İrana hücum edib, İrana basqın edib, İranı alır. E, Bilirsiniz, bax bu fikirlə əlbəttə ermənilərə dəstək olur, Filistinlərə dəstək olur. Farslar bugün deyir, biz birik erməni ilə, bir mədəniyyətdir, hər şeyimiz birdir, taleyimiz, tariximiz. Fələstin də deyir, ha bizdə. Bunu gətirib müsəlmanlara, axı niyə siz bunları yamaq edirsiniz? Bu Fars müsəlman deyil, Fələstin müsəlman deyil, ay xristianlar da demək olur ki, artıq tüpürür türkümüzünə ki, ay Türk, Fələstini biz icad eləmişik, yaratmışıq Yahudiyə qarşı, Türkə qarşı. Fələstin milləti yoxdur müsəlman, ərəb deyil. Bilinmir nə millətidir. Gah deyirlər Yunandır, gah deyirlər Romalıdır, nə bilim Almandır. Nə gəldi dilə, amma o ərəb deyil. Yəni yaradıblar da bunu. Bunu Romada deyir, Britaniyada deyir, Türkün sifətinə ha deyir. Bilmirəm bu nə oyundur. İrana hücum edibdi. Bütün günü İrana hücum edibdi. Demir ki, İran 100 ildir biz o dövləti yaratdıq. Farsları hakimiyyətə gətirdik 25-ci ildə. Pəhləvi 5 milyon Türkün başını kəsib. Xameyni ilə bilirlər. Bunu bilmirəm, Türkiyə prezidenti niyə demir bu sözü? Niyə demirsiniz ki, sizin Türklə nə işiniz var? Türkün torpağında yaşayıbsınız, Türk gətirib hakimiyyətə qoyub sizi Azərbaycan İranında. Niyə siz bunlara ermənilərlə bir yerdə birləşib başını kəsirsiniz? Bunu deməkdən deyir ki, İsraildə nə işiniz var? İsrail bizlə düşman haçan olsa, İsraillə danış. İsrail hücum eləsə, Türkiyə, onda Türkiyədə vurdu, qardaş. Onda biz birinci vuracaq, narahat olmayın. İsrail hücum eləsə Azərbaycana, Türkiyə birinci Azərbaycan vuracaq, imkan verməyəcək Türkiyə. Yəni onu bilin. Amma İsrail bizə niyə yardım olub bizlə? 1000 ildir Türk imperatorları, Azərbaycan türkləri, Osmanlı imperiyası, Azərbaycan imperiyası xilas ediblər də bu yahudilər. 100 dəfə mən hər dəfə deyirəm ha bunu. Bunu Türkün beyninə çatmır. Beyninə çatmır bu Türkün. Bilmirəm nə lazımdır, hansı sözlər təsir edəcək. Yəni ki, Fars hakimiyyətə gətiriblər Türkiyə görə də. Yəni özləri də dedi ki, Farsı biz qoymuşuq. Birinci də o silahı, atom bombası icad edirlər. Nə edirlər? Bunu Yahudilər o zərbəni özlərinə götürdü, düşdülər qabağa da indi. Amma o raketdir, o hər şey silah, bütün Avropa istəyirdi ki, birinci Türkiyə ilə Azərbaycanı vursun. Ay Türk qardaşlar. İsrail yox, İsrail ikinci idi. Yəni dünyada iki dövləti istəyirlər silələr də, başa düşün. Fələstini elə belə icad eləmir ki, 100 dəfə deyir ki, Fələstin başqa millətdir. Ərəb deyil, müsəlman deyil. Bunlar eşşəklə, dəvə ilə yatan adamlardılar. Bunlar 8 yaşında uşağa adına pis adla qoyub yatırlar, nə edirlər. Bu vəhşi milləti Müslüman necə deyirsiniz? Necə diliniz gəlir bugün ərəblərə müsəlman deyirsiniz? Hansı bizim Azərı, Türkü diliniz necə gəlir onlara müsəlman deyəsiniz? Hansı ki arvadları dəvənin altına atan. 8 yaşında uşaqlarla pasili gəlib görürlər ki, ölüsünü tapırlar. 8 yaşında uşaqla 50 yaşında ərəb yatır. Belə bir qeyrət Azərbaycan, Türkiyə, siz müsəlman sözünü ərəbə lazım deyil demək. Onun dilində də danışırsınız. Nə kişisiniz? Onların necə dilinizə gəlir onlara müsəlman demək ərəbə? Bu, yəni İran deməklə bu İran Şah Pəhləvi ilə Xameyni bu 100 ildə
5 milyon Türkün başını kəsib. İndiyənəcən də deyirlər, qardaşı, millətimiz birdir. Bir millətik, bir dövlətik, bir xalqıq, taleyik. Bunu Fars Xameyni deyir, Yasir Arafat deyir, erməni. Hamımız biz bir millətik. Sizsə gedib. Orada bir türkü çıxıb orada o kart oynadır belə. Yazılıb imperiya, Türk imperiyalarında kimlər olublar Türkün imperiyasında. 1100-dən 1918-əcən bu iki dənə imperiya olubdur. Bu Səfəviya, Azərbaycan imperiyası, Osmanlı imperiyasında. Bu hansısa bir 800 ilə yaxın imperiya olub. O imperiyanı da sayır ki, kimlər olub. Oradan çıxardır o kart kimi paylayır o Türk. Bilməm, Türk deyil, mən nədir onun yeni təmizləyir. Ermənistan çıxır. Ermənistanı fəth edib, gör nə danışdı. Erməni hələ özünə gələ bilməyib. Hindistandan 50 ildir, 100 ildir gəlibdir da Şərqi Avropaya. Bu deyir, fəth edibdir. Ermənistan göstərib. Erməni hardan bu torpaqda Azərbaycan imperiyasında Ermənistan olub, Türk imperiyasında Ermənistan olub, ay sənə ermənidən olan alçaq. Ermənistana deyir dövlət olubdur. Özdə kim? Türkiyə. Türkiyə onu fəth edib, onu imperiyasına alıb edib. Belə biabırçılıq. Bütün dünya bilir ki, Ermənistan dövləti Rus. Hamının üzünə bütün dünyadır ki, erməniləri biz gətirdik hakimiyyətə. Azərbaycan dövlətində Ermənistan biz yaratmışıq. O da bu Türk belə danışır. Bilmirəm, siz nə ot yeyirsən, ay kimlə olan, kimdən olubsan. Belə görün, Ermənistana deyir, dövlət olubdur. Türkiyə onu fəth edir. Belə heç erməni o sözü deyəmir. Azqala yalanı erməni o boyda yalan danışıb ki, indi artıq o yalandan bezirlər. Zəngəzuru farslarla ermənilər deyir, rədd olun, ay Türk. Bizim prezident Erdoğan, Türkiyənin prezidenti, bir demiş ki, o 1915-ci ilin o monumenti götürün. İstəyirsiniz yəni dostluğumuzu, onsuz da dost olmayacaqlar. Zəngəzurun açın. Zəngəzur yolunu açın, vəssalam. Yəni 24 saat belə danışmalısan. Bu farslara deməlidir, farslar, sizə 24 gün vaxt verirəm. Hakimiyyətdən gedin. Türklər hakimiyyətə, Azərbaycan gəlsin. Öz hakimiyyətinə qayıtsın. Azərbaycanlı hakimiyyətdə olsa, bütün millətlərə İranda çox əla olacaq. Türkdən yaxşı olacaqlar. Türk bu öz hakimiyyətinə qayıtmalıdır, öz torpağıdır. Sənin nə işin var Fars? İndi səni gətirdilər, qoydular. Sən idarə edə bilmirsən, yaşaya bilmirsən. Necə Ruslar 300 il, necə Farslı bu Fələstini yaradıblar, necə bu erməniləri yaradıblar, necə bu Farsları, bunlar dövlət bilmir, qanmırlar. Bunlar bilmirlər insanlıq nədir, haqq, ədalət nədir, haqqı, ədaləti Türk ancaq göstərə bilir. Bundan əl çəkin. Türkiyənin prezidenti Erdoğan deməkdən ki, ay Fələstinlər, 24 saat vaxt verirəm, təslim olun, rədd olun, yaşayın. Yaşayırsa yaşayın. Belə danışmaqdan deyil müsəlmandır. Siz müsəlmanı yanı seçə bilmirsiniz. 15 min Türkün başını kəsib bayrağına qoyubdur. İranın bayrağında şeytan şəkili var. Siz bilmirsiniz müsəlman nədir? Diliniz necə gəlir bu ərəblərə müsəlman deməklə? O dəvənin altına ki, arvadlarınızı aparıb atırlar. Avropalıların boynu iləsi, Avropa qadınlarını aparıb dəvənin altına atırlar qadınlarını. Bunlar gəlir ərəblərə dəstək olur, Fələstinlərə dəstək olur. Niyə dəstək olurlar Fələstinə, Avropalılar? Başa düşmürlər Türklər. Türklər deyir ki, yox, əgər deməli, Türkün düşüncəsini deyirəm, amma deyir ki, Avropa deməli, müdafiə edir Fələstini. Deyir, o xristiyan müsəlmanı müdafiə edir, mən deyiləm, gör. Demiş ki, bu xristiyan öz xristiyanını müdafiə edir ki, Türklə Yahudini öldürsün. Yəni, onlar yaradıblar.
Koyublar, bu Türk də bədbəxt başa düşmür ki, niyə müdafiə edir Avropa? Niyə Avropa Farsı müdafiə edir? Niyə? Bilirsiniz? Fars Türkiyə raketləri hazırlayırmış birinci vursun. Yenə də deyirəm, Yahudilər o zərbəni özlərinə birinci götürdülər. Yəni, Yahudiləri də vuracaqdı. Yahudilərlə Türkü vuracaqdı. Amma o raket birinci Farslar alimlər işləyiblər, Avropalılar. Yaratılan Türkiyə qarşı idi bütün hamısı. Sadəcə bilirdi ki, İsraildə vuracaq, o İsrail indi özü başladı da. Türkün gözü yatıb, yatıb da Türk indi bu. Neyləsin bu Yahudi? Buna Müslüman deyil. Avropalılar onu müdafiə edir ki, nəyə görə ki, Yahudini məhv eləsin, Türk məhv eləsin. Ona görə onlar Xristian da deyirlər. Müslüman olsaydı Avropa çoktan Filistin'i vurmuştu. Sadece Filistin'in Farsı özü düzəldi. Yani bunu anlamak ne kadar çətin şeydir. Buna kırmızı diplom lazım değil. Buna 1000 dənə kitab okumak lazım değil. Bunun xarakterine baxanda bilirsən kim nədir. Yani sizce o kadar savadsız, bilmirəm bu savada hardansınız, nə oxuyursunuz, kim sizə o diplomları veribdir, Nobel mükafatlarını verir, ay bədbəxtlər, ay Türk, sən məhv ola bilərsən, Yahudi də məhv ola bilər. Bax ki, əgər Yahudi bizdən deyirsiniz ki, müharibəyə başlaya bilər, birinci Azərbaycan Yahudi ilə başlayacaq, heç qoymayacaq Türkiyə. Yəni bu elə belə deyil. Yahudi bizi satsa, biz onları əlbəttə düşman kimi vuracaq. Amma Yahudi bizləndir. Min illərdən də bizləndir. Biz onları xilas etmişik. Onlar da bizə indi kömək edir, satmır da. Bu satqın indi olmuyor. Satsa vurun. İndi satmırsa biz nədir durmuşsan? Fələstinə Müslüman deyirsən, Ərəbə Müslüman deyirsən, Farsa Müslüman deyirsən. O raketlər birinci Türkiyə vuracaqmışlar. Ay nəyisi deyim, ay bədbəxtlər.